May ayının biridir, 2017-ci il. İsmail rayonunun Talıstan kəndində mənim həyətimdə bu Azərbaycanın üç rəngli bayrağını qaldırırıq. 2 dənə igid oğlanlarımla. Allah bizə qismət eləsin, bu uşaqlara qismət eləsin. Ali Baş Komandanımız, hörmətli prezidentimiz İlham Əliyevin əmr verən kimi 3 günəmi, 5 günəmi Azərbaycanın bütün torpaqlarını geri alaq, bu gözəl bayrağımızı Şuşada, Laçında, Xocalıda, Xan kəndində dalğalandıraq. Torpağına, millətinə, bayrağına bağlı olan insanlarıq. Və fəxr edirik ki, Azərbaycanlıyıq. Fəxr edirik ki, biz Talıslanlıyıq. Eşq olsun gözəl Talıslanımıza. Və mənə bu yüksəyə qaldırmağa Dormanlı kömək əziyyət edən, əziyyət çəkən uşaqlar var. Mütəllimdir, Səbuhidir, Talehdir, Simrandır. Əlişin, Əflatun qardaşımızdır. Suvarkasını eləyibdir. Bütün kömək olan qardaşlarımıza Allah'tan kömək diləyirəm. Sağ olun. Sağ ol. Gəl lokun bayrağı. Bax, şimdi. Eşq olsun Azərbaycanımıza. Əl sağ. Verin. Bu ermənilər bilsin ki, bu ermənilər görsün, baxsın və bilsin ki, 3 günə, 4 günə, 1 aya, 2 aya, bilmirəm, bütün torpaqlarımızı onlardan alacaq. Necə ki, Vətəpanı aldıq, onların anasını ağlatdıq, qalan torpaqlarımızı da alacaq. Sağ olsun Azərbaycan əsgəri. Sağ ol. İnşallah. İnşallah, inşallah.